Salam dəyərli müəllimlər. Bu gün biz sizinlə 7-ci sinif dərsliyindən 14-cü mövzu metalların növləri və xassələri prokat haqqında məlumat mövzusuna nəzər salırıq. Bu gün biz metalların mexaniki və texnoloji xassələrini öyrənəcəyik. Daha sonra prokat məhsulları hansılardır, onları öyrənmiş olacağıq. 5-ci sinif dərsliyində biz öyrənmişdik ki, metallar iki növə ayrılır. Qara metallar, əlvan metallar. Qara metallara dəmir və onun ərintiləri, çuqun və polad aiddir. Yerdə qalan digər metallar isə əlvan metallara aid edilir. Çuqun və polad dəmirin karbonla ərintisindən əldə edilir. Poladda 2%-ə qədər karbon mövcuddur. Çuqunda isə 2-4% arasında karbon vardır. Yəni polada nisbətən çuqunun tərkibində karbon daha çoxdur. Metalların bəs mexaniki və texnoloji xassələri hansılardır? İlk öncə mexaniki xassələrinə baxırıq. Mexaniki xassələrinə möhkəmlikdir, sərtlikdir, elastiklikdir, plastiklikdir, kövrəklik aid edilir. Möhkəmlik nədir? Möhkəmlik əgər materialın dağılmadan müəyyən yükü qəbul edib onu qaldıra bilirsə, o yükün altında dağılmırsa, bu onun möhkəm olduğunu göstərir. Məsələn, hər birimizin evində çılçıraq var. Bu çılçırağın askısı çılçırağın ağırlığı altında qırılmır. Demək, həmin askı möhkəm askıdır. Yəni, möhkəm materialdan hazırlanıb. Bu da onun möhkəmlik xassəsini malik olduğunu göstərir. Sərtlik nədir? Sərtlik bir metalın başqa daha sərt materialın daxil olmasına müqavimət göstərmə xüsusiyyətidir. Məsələn, biz əgər mis məfdili polad qayçı ilə kəsiriksə, demək, polad misdən daha sərtdir. Mis poladdan yumşaq materialdır. Bu da onun poladın sərt olduğunu göstərir. Elastiklik nədir? Biz materiala müəyyən bir qüvvə tətbiq etdikdə, daha sonra həmin qüvvəni götürəndə o ilkin vəziyyətinə qayıdırsa, bu onun elastik olduğunu göstərir. Məsələn, biz xətkeşi biraz əyirik, daha sonra metal xətkeşi biraz əyirik, daha sonra onu buraxanda xətkeş yenə əvvəlki vəziyyətinə qayıdır. Bu onun elastik olduğunu göstərir. Plastikliyi nədir? Müəyyən bir zərbə altında əgər formanı dəyişə bilirsə, məsələn, ona verilən yüklərin təsiri altında formasını dəyişməyə imkan verən bir materialın xüsusiyyətidir ki, o da plastiklikdir. Biz ona zərbə ilə, əgər zərbə vurduqda o formasını dəyişib, həmin formanı saxlayırsa, bu onun plastik olduğunu göstərir. Kövrəklik metalın nəzərə çarpan deformasiyalar meydana gəlmədən dağılmaq xüsusiyyətidir. Bu plastiklik xassəsinin əksidir. Yəni, plastiklik xassəsində biz əgər materiala zərbə vuranda, məsələn, qurğuşun çəkic zərbəsi altında asanlıqla formasını dəyişir. Bu onun plastik olduğunu göstərir. Əgər biz hansısa bir kövrək materiala zərbə vursaq, həmin material, yəni deformasiyalar meydana gəlmir də, yəni əyilmir, əzilmir, bu kimi hallar olmur, sadəcə olaraq dağılır. Bu da onun kövrək olduğunu göstərir. Bu oldu metalların mexaniki xassələri. İndi isə texnoloji xassələrinə baxaq. Texnoloji xassələri döyülə bilmə qabiliyyəti, kəsilmə ilə emal olunmaq qabiliyyəti, qaynaq olunmaq qabiliyyəti, bir də maye kimi axıcılıq qabiliyyətidir ki, bunlar da metalların texnoloji xassələridir. Döyülə bilmə qabiliyyəti nədir? Metalın zərbənin təsiri altında yeni forma alması qabiliyyətidir. Baxın, bu həmçinin də mexaniki xassələrindən plastiklik xassəsinə də eynilik təşkil edir. Yəni, bu xüsusiyyətə plastik metallar və ərintilər, məsələn, alüminium, mis, polad malikdir. Əgər bir metal plastikdirsə, bu metal həm də döyülə bilmə qabiliyyətinə malikdir. Çünki zərbənin altından yeni bir formanı alır. Yeni bir forma ala bilirsə, texnoloji xassəsi olaraq o da döyülə bilmə qabiliyyətinə malik olmasıdır. Kəsmə ilə emal olunmaq qabiliyyətini isə biz daha öncə, baxın, sərtlik mexaniki xassəsində nəzər saldıq ki, polad, qayçı ilə biz mis məfdili kəsirik. Baxın, bu da mis məfdilin kəsilə bilmə qabiliyyətinə malik olduğunu göstərir. Metalların müxtəlif alətlərlə kəsilə bilmək xüsusiyyəti onun kəsilmə ilə emal olunmaq qabiliyyətinə malik olduğunu göstərir. Qaynaq olunmaq qabiliyyəti nədir?
biz bilir ki, metalların birləşdirilməsi zamanı qaynaq edərək də biz həmin metalları materialları birləşdirə bilirik. Metalların qaynaq zamanı birləşmə qabiliyyətinə malik olması onun texnoloji xassəsi olaraq qaynaq olunma qabiliyyətinə malik olduğunu göstərir. Daha sonra texnoloji xassələrindən maye kimi axıcılıq qabiliyyətinin olması. Yəni biz metalları əridirik. Ərinmiş metalları tökmə qəlbinə doldurmaq xüsusiyyəti əgər həmin metalda varsa, bu onun maye kimi axıcılıq qabiliyyətinin olduğunu göstərir. Yəni metalları biz deyirik ki, böhran temperatura qədər qızdırdıqda həmin metallar əriyir. Həmin metalları əridib biz müəyyən qəliblərdən, tökmə qəliblərdən istifadə edərək müəyyən bir formalar əldə edirik. Baxın, bu metalların əriyib ərinmiş vəziyyətə gəlirsə, maye kimi axıcılıq qabiliyyətinə malik olursa, bu da onun həmin metalların texnoloji xassəsi, maye kimi axıcılıq qabiliyyətinə malik olduğunu göstərir. Bunlar da oldu metalların texnoloji xassələri. İndi isə qara metalların ən çox geniş yayılmış növü hansıdır? Ona baxaq. Qara metalların ən çox yayılmış ərintisi poladdır. Baxın, ən çox yayılmış qara metalların ərintisi poladdır. Polad bərkdir, yaxşı döyülür və yaxşı kəsilir. Poladın xüsusiyyətləri bərkdir, yaxşı döyülür və kəsilir. Poladdan maşınlar, dəzgahlar, müxtəlif kəsici alətlər hazırlanır. Daha sonra dəzgahların özülləri, hasarlar, mexanizmlərin gövdələri və bir çox başqa məmulatlar çuğundan tökülür. Tökmə üsulu ilə əldə edilən əgər məhsulları biz görürsə, məmulatları görürüksə, bu da çuğundan əldə olunduğunu bilmiş oluruq. Yəni dəzgahların özüllər, hasarlar, mexanizmlərin gövdələri və bir çox başqa məmulatlar çuğundan tökmə üsulu ilə əldə edilir. Poladdan fərqli olaraq çuğun sərt, lakin kövrəkdir. Polad bərkdir, yaxşı döyülür, kəsilir. Çuğun isə sərt, lakin kövrək materialdır. Metaldır daha doğrusu. Ən çox yayılmış əlvan metallar hansılardır? Ən çox yayılmış əlvan metallar alüminium, mis, qurğuşun. Baxın, ən çox yayılmış metal, əlvan metal deyirsə, alüminium, mis, qurğuşun. Bəs ən geniş istifadə olunan əlvan ərintilər hansılardır deyə soruşularsa, ərinti, latum, bürünc, duraluminiumdur. Metal olaraq ən geniş yayılmış metallar alüminium, mis, qurğuşundur. Ərinti olaraq isə əlvan metalların ən geniş istifadə olunanı latum, bürünc, bir də duraluminiumdur. Alüminium yüngül və yumşaq metaldır. Mis ağır, nisbətən yumşaqdır. Qırmızımtıl metaldır. Qurğuşun ağır, çox yumşaq, gümüşü metaldır. Qurğuşun ağırdır. Əlimizə götürdükdə qurğuşunu ağırdır. Amma yumşaqdır. Gümüşü metaldır. Qurğuşun həm də maye kimi axıcılıq qabiliyyətinə də malikdir. Geniş istifadə olunan əlvan metallar, biz dedik ki, əlvan metalların ərintiləri hansılardır? Latum, bürünc, duraluminium. Daha sonra latum misin sinklə ərintisidir, sarı rəngə malikdir. Harda istifadə edilir? Elektrotexnikada cəryan keçiricisi və korroziya davamlı ərinti kimi istifadə olunur. Bürünc, misin, qurğuşun, alüminium və qala ilə birlikdə ərintisidir. Sarı, qırmızı rəngə malikdir. Bürüncdən su kranları, dişli çarxlar hazırlayırlar, sənət məmulatları tökürlər. Duraluminium, alüminium, mis, maqnezium və sinklə birlikdə ərintisidir. Gümüşü rəngə malikdir. Yüngül olduğuna görə duraluminium aviasiyada, eləcə də müxtəlif məqsədlər üçün yüngül və davamlı konstruksiyaların istehsalı üçün istifadə olunur. Təkrar nəzərdə salsaq, latumdan elektrotexnikada cəryan keçiricisi və korroziya davamlı ərinti kimi istifadə olunur. Bürüncdən su kranları, dişli çarxlar hazırlayırlar, sənət məmulatları tökürlər. Duraluminiumundan isə müəllimlər yüngül olduğuna görə aviasiyada, eləcə də müxtəlif məqsədlər üçün yüngül davamlı konstruksiyaların istehsalı üçün istifadə olunur. Bunlar əlvan metallar haqqında olan məlumatlardır ki, hansı ki bu məlumatlara diqqətlə nəzər salmaq lazımdır ki, testlərdə uyğunlaşdırma kimi qarşımıza çıxa bilər. Bir daha təkrar edirəm. Ən çox yayılmış əlvan metallar alüminium, mis, qurğuşundur.
Ən çox istifadə edilən əlvan ərintilər latun, bürünc, duraluminiumdur. Latundan elektrotexnikada cəryan keçiricisi və korroziya davamlı ərinti kimi istifadə olunur. Bürüncdən su kranları, dişli çaxlar hazırlayırlar. Duraluminiumun yüngül olduğuna görə aviasiyada və yüngül davamlı konstruksiyaların istehsalı üçün istifadə edilir. İndi isə müəllimlər prokat məhsullarına baxırıq. Prokat məhsulları da ki, sənayedə qara və əlvan metallardan, ərintilərdən ibarət profili prokatlardan geniş istifadə edilir. Profilli prokatlardır. Dairəvidir, alt üzlüdür, kvadratdır, zolaqdır, şvellerdir, relsdir, künclüklü, üçbucaq formasında prokat növləri mövcuddur. Prokat yayma üsulu ilə hazırlayan müəyyən profili metal məmulatdır. Yəni, müəyyən profilləri var. Dairəvi var, alt üzlü var, kvadrat var, zolaq var, şveller var, rels var, künclük var, üçbucaq formasında mövcuddur. Müəyyən bir kəsik forması olan uzun çubuqlara prokat məhsullar deyilir. Baxın, müəyyən kəsik forması. Kəsik formalarını da qeyd etdim. Yuxarıda göstərilmişdir. Kvadrat və en kəsikli zolaqlar prokatlardan müxtəlif quruluşlu məlumatlar, pəncərə, barmaqlıqları, çəpərlər qaynaq edilir. Kvadrat en kəsikli və zolaq prokatlardan. Kvadrat en kəsikli, zolaq prokatlardan pəncərə, barmaqlıqları, çəpərlər qaynaq edilir. Künclüklər həm bina tikintisində, həm də dəzgahlarda istifadə olunan isti yayılmış metal profil növüdür. Künclüklər ən geniş istifadə edilən profil növləridir. Bu profil düzbucaqlı formada olur. Davamlı tökmə külçədən isti yayılmışdır. Yüksək möhkəmliyi profilin, bu künclüyün yüksək möhkəmliyi olan kifayət qədər ucuz profildir. Baxın, künclük ucuzdur, düzbucaqlı formasındadır və universal olması ilə digər profillərdən seçilir. Bir daha qeyd edirəm, künclük düzbucaqlı formasında olur, ucuz əldə edilən bir profildir və universal olması ilə xarakterizə edilir. Rəflərin eyni uzunluqda olması onu digərlərindən fərqləndirən bir cəhətidir. Bu məhsullar mükəmməl qaynaqlanır və bütün mümkün üsullarla montaj olunur. Yəni, bütün üsullarla montaj olunması mümkündür. Ona görə də bu xüsusiyyəti onun universal olması ilə xarakterizə edilir. Daha sonra, altı üzlü prokatlardan, baxın, altı üzlü prokatlardan qaykalar, boltlar düzəldilir. Yuvarlaq en kəsikli pəstahlardan torna dəzgahlarında müxtəlif detallar. Baxın, yuvarlaq en kəsikli pəstahlardan torna dəzgahlarına müxtəlif detallar, vallar, oxlar, üzlüklər, şaybalar yonulur. Yuvarlaq en kəsikli pəstahlardan, oxlardır, vallardır, üzüklərdir, şaybalardır yonulub əldə edilir. Künclüklərdən karkaslar, qutu çərçivələri, rəflər qaynaq edilir. Biraz öncə də qeyd etdik. Daha sonra, indi isə rels və şveller. Rels və şvellərə nəzər salaq. Rels və şveller harda istifadə edilir? Rels və şveller kimi profili olan prokatlardan detalların möhkəmliyini və sərtliyini artırmaq üçün istifadə olunur. Detalların möhkəmliyini və sərtliyini artırmaq üçün hansı profil prokatlardan istifadə edilir? Rels və şveller kimi profili olan prokatlardan istifadə edilir. Relsdən hazırlanmış dəmir yolu xətti eyni en kəsiyi olan kvadrat və ya dairəvi profildən hazırlanmış relsə nisbətən qatarın çəkisi altına daha az əyilir. Yəni, relsdən əldə edilmiş dəmir xəttləri daha möhkəm, daha etibarlıdır. Nəinki en kəsiyi kvadrat və ya dairəvi profildən hazırlanmış dəmir xəttlərinə nisbətən relsdən hazırlanmış dəmir xəttləri daha möhkəm, daha etibarlıdır. Mövzumuz bu qədər müəllimlər. Təhlükəsizlik qaydalarına da nəzər salsaq görərik ki, yəni metallarla işləyən zaman biz əlcəkdən istifadə etməliyik. Daha sonra onları ələ götürən zaman iti kənarlarından ehtiyatla davranmaq lazımdır ki, zədələnmə halları baş verməsin.
Bu qədər müəllimlər. Ümid edirəm ki, mövzu izahı sizin üçün faydalı olur.